inanın mənə, heç bir qıza, heç bir kəsə bu dəqiqə rəyini göstərəcəyim insanlarla nə tanış olmağı, nə onların, onun atası, qardaşı olmağını arzulamıram. İnşallah da deyilsizdir. Əgər eləsinizsə də xahiş edirəm polisə verin bu insanları. Yəni burada o gördüyünüz rəydə direkt oxuyun. Bu rəyin video versiyasıdır. Bu qardaşımız o video ilə çox qatılır və belə bir rəy bildirir ki, və hesabı da göstərirəm. Çox vaxt elə hesabla belə olur həmişə onsuz. Belə. 0-a 0, 0-a 0. Niyə? Çünki öz fikrinin səhv olduğunu özü də bilirdi. Real akkauntuna yazacaq bir tərəfləri yoxdur. Davam edirik. Digər bir rəy. Kim bilirsiniz nədir? Bunu bəyənən 383 nəfər adam var. Mən o 383 nəfərində. Və bir də buna baxın. Uşaq deyə bu uşaq. Mən şu valideynləri də qınayıram, yəni. Sən uşağın sosial mediasına niyə nəzarət eləmirsən ki, sən 14 yaşındakı uşağın gəlib matın ürülən 15 yaşında balaca qız haqqında belə şeylər yaza bilir. Yenə bir oğlanla ətrafımızda nə qədər qadın düşmanı var görün. Qadın düşmanı deyib bir müddət əvvəl özünüzü ortalığa atmışdınız. Baxın, qadın düşmanlığı budur. Qadın düşmanlığı budur. Bu da hesabı. Belə bir tipi var. Digər bir rəy daha. Hesabı. 101 nəfər bu rəyi bəyənib. Aramızda 101 nəfər potensial qatil var. Bu da belə. Kiminsə atasıdır, böyük ehtimallardır, böyük qardaşıdır, kim bir ananın oğludur. Söhbəti bilməyənlər üçün qısa özət keçim. 15 yaşındakı bir qız bir universitetin kampüsündə, universitetin içində sevgilisi 20 yaşında, 20 yaşında deyəsən bir oğlan tərəfindən itirilir. Özət budur ki, oğlan qıza 20 yaşında olduğunu demir. Bunu qızın böyük bacısı danışır. Uşağı 17 yaşında bilirlər falan fistan. Sonradan qız bundan ayrılmaq istəyir deyə bu hadisə baş verir. Qadın düşmanı görmək istəyirsinizsə, bugün sizə yetər qədər qadın düşmanı göstərdiyimə inanıram. Hələlik.